Biz düşünürük ki media niye bizim dediğimizi demir? Demez. Qərb mediasının əksəriyyəti Yahudilərin əlindədir. Sosial şəbəkələrin yaradıcıları və sahibləri Yahudilərdir. Siz nə gözləyirsiniz? Ona göre de İran'ın attığı raketler orada vurulur ama tersine İran'a gelen raketler hamısı düşür. Niye? Bu təbliğatdır. Bize bunu gösterirler. Ama gerçekten ne baş verir? Çünki, Bunları müəyyən etmək çətindir. İsrail daxili qanunlarına, yəni mövcud qanunvericiliyinə görə həlak olmuş əskərlərin sayı yalnız Müdafiə Nazirliyi təsdiqləyəndən sonra açıqlana bilər. Orada hətta qəzetlərdə, saytlarda, radio stansiyalar, telekanallarda deyirlər, adının açıqlanmasına icazə verilib. Bu mütləq deyilməlidir. Amma biz buna təəccübləndirik. Biz deyirik ki, İsraillə düşmən olaq. Niyə? Nə üçün? Bəli, biz bilirik ki, Qəzzada İsrail 10 minlərlə müsəlmanı öldürüb. O müsəlmanın hüquqlarının bərpası üçün, o müsəlmanların qisası alınması üçün biz İsraillə münasibətlərimizi xoş eləməliyik. Çünki biz İsraildən nə qədər uzaqlaşırıqsa, onun potensial rəqibləri arasına giririk.